Əziz izləyicilər, əziz məntiqsevərlər, bugün mən sizlərlə Elçin Tanrıverdiyevin Hilkuzayda sınaq 30 sınaq kitabından sınaq 4-ün izahını verəcəm. Ümumiyyətlə çalışacağım 30 dənə sınaqdır və ardıcıl hər gün yükləyərək bu sınaq kitabımızı sizlə tez bir zamanda bitirim. Demək, əziz izləyicilərimiz, bu sınaq qrupumuza qoşulmaq üçün ödənişli qruplarımız var. Hansı ki, qrupumuzda sınaqların video və PDF izahları var. Həm yazılı şəkildə, həm video şəklində ardıcıl olaraq həmin qruplara videolarımızı atırıq. Qrupumuza qoşulmaq 7 manatdır. Aşağıda izah hissəsində qeyd edəcəyim əlaqə vasitələrindən bizlə əlaqə saxlaya bilərsiniz. Başlayaq birinci sualımıza. Xırdalıqlarına qədər izah edəcəm ki, hər kəsə sualımız aydın olsun. Deyir ki, burada birinci sualımızda deyir 9, 21, 33, 45, 57 qanuna uyğunluğuna əsasən 9-cu həddi tapın. Biz görürük ki, bu ədədlər 12 vahid arta gedir və hər birini 12 vahid artırırıq. 1, 2, 3, 4, 5 dənə ardıcıllıq bizə verib növbəti 4 dənə rəqəmi tapmalıyıq. 4 dənə rəqəmi tapmaq üçün isə biz nə edəcəyik? Deməli, 5-ci həddimiz 57-dir. 6-cı həddimizi tapmaq üçün 57-nin üzərinə 12 gəlirik. 6-cı həddimiz eləyəcək 69. 7-ci həddimizi tapmaq üçün 69-un üzərinə 12 gəlirik. Eləyir 81. 8-ci həddimizi tapmaq üçün 81-in üzərinə 12 gəlirik. Eləyəcək 93. 9-cu həddimizi tapmaq üçün 92-in üzərinə 12 gələcək. Eləyəcək 105. C variantı. Öncə bunları silək. C variantı. İkinci sual deyir ki, ən kiçik rəqəmli tək ədəd ilə ən böyük rəqəmin ədədləri cəmini tapın. Ən böyük iki rəqəmli tək ədəd, daha doğrusu, ən kiçik rəqəmli tək ədəd 11-dir və ən böyük rəqəm 9-dur. Bunların cəmi isə eləyəcək 20. B variantı. Üçüncü sual. A və B natural ədədlərdir. A vuraq B 12 olarsa A plus B cəmi ən çox neçə ola bilər? Əgər ən çox deyirsə, biz burada 12-yə yaxın vuruqlar götürürük. Yəni, A-nı götürəcəm 1, B-ni götürəcəm 12 və bunların da cəmi bizə verəcək 13 A variantını. Dördüncü sualda ABC natural ədədlərdir. A minus B bərabərdir B minus C bərabərdir 2 olduqda A plus B cəmi ən az neçədir? Mən burada B-yə 3 demişəm, C-yə ən kiçiklərini götürmüşəm də, C-yə 1 demişəm, A-ya 5 demişəm və bunların bizdən cəmini soruşursa cəm eləyəcək 9. Yerinə yazıb yoxlaya da bilərsiniz, hər biri də düz alınır. 5-ci şəkildə deyir ki, qaydasını oxuyaq. Yandakı şəkildə ortadakı hər xana sağ və solundakı alt xananın və üst xanalardakı ədədlərin cəminin yarısına bərabərdir. Burada 11-in üzərinə 9 gəlməliyik ki, 9 gəlməliyik ki, 20 eləsin, 20-nin də yarısı ona bərabər eləsin. Sonra 9, 7 eləməsi üçün, yəni yarısı 7 ilə 14-dür. 9-un üzərinə buraya 5 gəlməliyik. 5, 7, 12, buraya yazacağım 6. 16, 16, buraya yazacağım 8. 16 ilə də burada 9 yazacağım ki, 9 ilə 7-ni toplayanda da 16 versin bizə və cavabımız uyğun gəlsin. Və bizdən deyir ki, boş xanalardakı rəqəmlərin cəmini tapın. 9 plus 5 plus 8 plus 6 plus 9-a. Düzdürmü? Burada hesablayanda cəmimiz eləyəcək 37. C variantı. Aşağıdakı sual. Deyir, aşağıdakilərdən neçəsi doğrudur? Ardıcıl natural ədədlər bir-bir artır, düzdür. Məsələn, 1, 2, 3, 4, 5 şəklində. Ardıcıl cüt ədədlər 2, 2 artır, düzdür. 2, 4, 6, 8 şəklində. Ardıcıl tək natural ədədlər bir-bir artır, səhvdir. Ardıcıl tək natural səhvdir. 5 misli olan ardıcıl natural ədədlər 5 artır, düzdür. Deməli, burada neçəsi doğrudur? 3 dənəsi doğrudur, bir dənə 3-cü səhvdir. 7-ci sualda. 7-ci sualda deyir ki,
Üç rəqəmli bir ədədin onluqlar və yüzlüklər mərtəbəsindəki rəqəmlər yerini dəyişdirdikdə qiymət 180 vahid artar. Mən bu ədədi neçə götürdüm? Deməli, ədədimizi götürdüm. Deməli, 789, düzdürmü? 789 götürdüm. Yox, 978 götürdüm. Burada yazdım 798 oldu. Bax, ədədin birini 978 götürdüm, digərini 798 götürdüm. İlk olaraq onluq və yüzlüklər mərtəbəsində rəqəmin yerini dəyişdikdə 978 798 olur və bunların fərqi də baxırıq ki, həqiqətən də 180 vahid artır, yəni 798-in üzərinə 180 gəlir 978 eləyir. Bu qaydaya uyğun olaraq deyir, rəqəmləri fərqli ən böyük ədədin rəqəmləri cəmi neçədir? 9-un üzərinə 15 gələndə eləyəcək 24, B variantı. İndi 8-ci sualda bizə nə deyir? 7-ci sualı ilk öncə qeyd eləyək. Biz bilirsiniz ki, sizə izah eləyə də dəftərimizə, PDF-imizə qeyd edirik. 8-ci sualda deyir ki, A plus B tək ədəddir, B plus 2 cüt ədəddir, 3C tək ədəddir, 2C cüt ədəddir. Verilənlər əsasən natural ədədlərin neçəsi mütləq cüt ədəddir. Aha. İndi, deməli, mənə şərt deyir ki, A plus B tək ədəddir. Məsələn, 3 plus 5 bərabərdir 8-ə. Tək ədədin cəmi 8-dir. Məsələn, 7 plus 9 bərabərdir 16-ya. Tək ədədlərin cəmi hər zaman tək ədəddir. Bax, bu mütləq cüt ədəddir. Birinci səhvdir. Buraya yazıram tək. İkinci, B-2 cüt ədəddir. B-2 cüt ədəddirsə, B-yə məsələn 3 versəm, 2 qalacaq. B-yə 4 versəm 2. Yəni, həmişə cüt ədəd olmaya da bilər. Neçənci sualdır? 8-ci sual. Tək ədəd natural ədədlərin neçəsi mütləq cüt ədəddir. Deməli, 3C tək ədəddir. 3-ü vuraq. Aha, mütləq cüt ədəddir. Düz deyil də əslində burada. B-2 4 eləyəcək. Aha, bax, burada ikinci düzdür. Mən sadəcə təkləri istəyirəm. Cüt ədəddir. Məsələn, 3 çıxar 2, 1, 4 çıxar 2, məsələn, 6 çıxar 2 ola bilər. 3C tək ədəddir. 3 vuraq 2, 6, 3 vuraq 8, 3 vuraq 7, yəni həmişə yox. 2D cüt ədəddir. Bəli, 2-yi nəyə vursan, cüt ədəd eləyir. 2, 1, 2 tək ədəddir. Məsələn, AB tək ədəddir. Cüt ədədlərin neçəsi mütləq cüt ədəddir. Mütləq cüt ədəddir. Əslində, burada götürməli olsaq, məsələn, biz 1-dən yox, 3-dən 3, 2, 1, 5, 2, 3 yox olmur. Deyil, götürə bilmərik. 4 çıxar 2 ola bilər. Mütləq cüt ədəddir deyirsə, 3 vuraq 2 tək də ola bilər, yəni cüt də ola bilər. Mütləq cüt ədəd mən bir dənəsini götürürüm. 2D ifadəsini. Çünki təkliklə təkliyin cəmi də təklik verir. Və bizə mütləq cüt ədəd deyirsə, elə bir variantını götürürəm. Amma 8-ci sualımız cavabımız D variantı 3 dənə verib. Əgər 3 dənəni tapırsınızsa, yorumda qeyd edərsiniz. 9-cu sual. 3 rəqəmli AB5 ədədini 3 ilə qalsız bölünməsi üçün A plus B cəmi neçə fərqli qiymət ala bilər? Aha, hansı ədədlərdir? A, B, 5. Düzdürmü? 3-ə bölünməsi üçün şərtimiz nə idi? Rəqəmləri cəmi 3-ə bölünməlidir. Düzdürmü? Rəqəmləri cəmi 3-ə bölünməsi üçün deməli 5 var. 5-in üzərinə birinci 1 gəlirik. Ona görə A olacaq. A, B buraya yazıram. A olacaq 1, B olacaq 0. Bu bir cüt. Neçə fərqli qiymət alır? 5-dən sonra gələcək 6, sonra gələcək 9. A sıfırla başlanmadığına görə yeni bir dəyişmək olmur. Sonra 9-la başlayırsa, 9-la yox, cəmi 9-a gətirmək istəyirəmsə, 1 4 olmalıdır. 1 3 olmalıdır. Ki cəmi 4 versin və bu ədədin 3-ə qalsız bölünsün.
Yazıram 1, 3 ədədi. A da 1 də olur, 3 də olur. Sonra 3, 1 ədədini. Növbəti. Deməli, qiymət ala bilər. Sonra 3, 1. 3, 1-dən sonra yaza bilərik. 9-dan sonra 12 var. 5 buradadırsa, 5-i yaza bilərik. 7 eləyə bilərik. Məsələn, 3, 4, 7, 4, 3. Biraz çox oldu, elə bil, hə? 9-cu sual A variantı. 6, 1, 2, 3, 4, 5, 3 plus 1, 2, 3, 4, 5 dənə və 6 dənə lazımdır bizə. Yəni cəm burada 5 eləyirsə 12, cəmi 7 eləyən lazımdır. 1 ilə 6, 6 ilə 1. 1, 2, 3, 4, 5, 6. Burada da 7 oldu. 6 ilə 1, 1 ilə 6. Neçə fərqli qiymət cəm deyirsə, bu 1-dir, 4-dür, 4-dür, 7-dir, 12-dir, 7-dir, 7-dir. Fərqli qiymət yaza bilərik də yenə də. Sonra 12-dən sonra nə yaza bilərik? 5, 12, 18, cəm 13 eləməlidir. 6, 7 ola bilər. 7, 6 ola bilər. Bunlardan da bir dənəsini götürürük də. Bir dənə bu, bir dənə cəm 7 olan, bir dənə cəm 4 olan, bir dənə də hələ cəm 1 olan. 4 dənəsini götürmüşük. 18-ə qədər gətirmişik. 6 dənə cavab verir mənə. Deməli 9-cu sualımızın cavabı A variantıdır. 7, 6 oldu. Sonra 5 tapdıq bunu. 7, 6, 13 eləməlidir. Çünki 3-ə qalxsız bölünür. 3-ə qalxsız bölünür. Rəqəmləri cəmi 5-dirsə 4 qoyduq. 9 elədi. Aha. Bu şəkildə bunun 6 dənəsini düzəldik. 6, 7, 13, 13, birini götürdük. 7, 7, 7, birini götürdük. Burada 4 ilə neçə idi? 3-dür, 7-dir, 3-lə 1-dir, 1-lə 0-dır. 7, 6-ya gəldik. Növbəti 12-dən sonra, daha doğrusu 18-dən sonra gələcək 3-ə bölünməsi üçün 21. 5 burada varsa 16 düzəltməlidir. 16 düzəltmək üçün də 8, 8 də düzəldə bilər. 9, 7, 7, 9 da götürə bilər. Bunun da biri gedir. 8, 8, 16, biri də gedir. Yox, biri 16 olmur. Bunun sadəcə biri silinir. 4, 5 dənə və cəm 16 eləyən 9, 7 var. 8, 8 var, 9, 7 var. 10, 21, 24 eləsək 9 var. Rəqəmləri fərqlidir. Yox, rəqəmləri fərqlidir deyə bir şey vermir. Cəm neçədir? Cəm bir dənə 5-imiz var. Yəni burada bu şəkildə sayırıq. Cavabımız 6 eləyir. Hal-hazırda vaxtımızı itirib bu şəkildə bir-bir saymayaq. Boş vaxtınız olanda oturun, qoyun qabağınızı bir-bir yazın, həll edin ki, yadınızda qalsın. 10-cu sual. 10-cu sualda deyir ki, 10-cu sualda A vuraq B bərabərdir C, C çıxaq B. Burada çıxaqdırmı? Hə. A çıxaq B bərabərdir C, C çıxaq B bərabərdir B-yə. Burada C bərabərdir 2B eləyəcək. Düzdürmü? C bərabərdir 2B-dirsə 2B çıxaq B, B qalacaq. İndi
A minus B bərabərdir 2B-dirsə, A bərabərdir 3B-dir. Düzdürmü? Və nə deyir? Aşağıdakı A ədədi. Məsələn, A-yı tapdım mən neçə? A bərabərdir 3B-yə. B-yi olduğu kimi saxlayıram. C-yi 2B şəklində yazıram. Və bunların cəmi, deməli, A 3B-dir. 3B üstə gedək. B-nin qiyməti var da. 3B üstə gedək B. 2B daha doğrusu. 1 məlumdur. Üstə gedək 3C. C 3B-dirsə 3C 9B eləyəcək. Bərabərdir 5, 14B. 14B-dirsə hansına həmişə tam bölünür? 14 ədədi bir dənə 7 ədədinə tam bölünəcəkdir. 12-ci ədədimiz tapaq. 12-ci ədədimizdə deyir ki, x, y, 5 rəqəmli bir natural ədəddir. X bərabərdir 4AB, 2C, y bərabərdir. Bu ifadə olarsa, y-in fərqini tapın. Deməli, 4A, B, 2C, 3AB, 5C. C ilə C eyni rəqəm imiş ki, çıxanda 0 qalıb. 12-dən 7 çıxanda, baxın, buraya yazıram. Görmək daha sadə. 4A, B, AB, 2C. Çıxaq. 3A, B, 5C. İndi baxın, C eyni rəqəmlər olduğuna görə çıxır 0 eləyir. 2-dən 5 çıxmaq olmur. 12-dən 5 çıxanda 7. İndi buradan 1 onluq vermişik, düzdürmü? Aha. Bu məsələn, bunu 2 desək, bu da yenə yerində 2 qalıb, birini vermişik, bura qalır 9. Ada da eyni qaydada ola bilər. Məsələn, 1000. Adan A çıxanda 0'dır 1. 1970. 10.970. Mən neçə rəqəmli yazdım? 5 rəqəmli natural ədəddir. Ha? Bu 9'dur. 10.970 cavabımız var mı? Yox, həcə 970 cavabımız var. Məsələn, ayda bir fərqlə götürsək, burada qalacaq 9. Eləyəcək neçə? Eləyəcək 9970 D variant. Bəli, baxın, bu şəkildə yazırıq. Mən sizə dediyim qaydada 4AB, 2C, 3AB, 5C. C eyni olduğuna görə çıxırsan, 12-dən 5 çıxanda 7, B hər hansı bir 1 imiş ki, veririk 2-yə. 1'i çıxıb 9. Burada A nədirsə, məsələn, deyək A2-dir və onluq götürürsünüz, değil mi? A2'dir. 2 olsa, 12'dən 1, hə. Bu da 2'dir. 4'dən 1 onluq götürür 3. 12'dən 2 çıxır. Daha doğrusu 11'dən 2 çıxır 9 eləyəcək. Cavabımız gəlir 9970. Yəni çıxdıq. Sonra 12-ci sualda. 12-ci sualda deyir ki, Vaqifin qaldığı küçədəki evlərin nömrələri 15 sırayla başlayıb 19 və 23 şəklində davam edərək 95-ci də sona çatır. Bu küçədə neçə evlər var? Küçədə neçə ev var? 95 dənədir. Davam edərək 95 dənə sona çatır. Aha. Evlərin nömrələri 15 ilə başlayıb 19-23 şəklində davam edərək 95 ilə neçə ev var? Aha, bax 10. Evlərin nömrəsi 15 ilə başlayıbsa 15, 16, 17, 18, 19, 20. 1, 5. Hə, 2, 19'a qədər açaq. 19'a qədər yazaq. 15'in son 6 gəldi 31.
30'un son 7 gələndə 48, 48'in son 8 gələndə 66, 19 gələndə 5, 7, 85, aha, 90 da gəlməliyik. Aha. 85 yazdı bunların cəmi və 19, 23 şəklində davam edərək 19, 23 şəkli hardadır? Hə, yox, ədəd olaraq deyir. 19, 23 davam edərək 19 məsələn aralarında deyək 4 fərq var. 15-ci, 19-cu, 23-cü. İlk öncə bunların arasındakı fərqi tapmalıyıq. 15 ilə 19 arasında nə fərq var? 19 ilə 23 arasında nə fərq var? Sonra məsələmizi yazırıq. Gəldik 13-cü sualımıza. 13-cü sualımıza deyir, yuxarıdakı bir avtomobil parkındakı qarşılıqlı park yerlərində soldakı park yerləri yuxarıdan aşağı, aşağıdakı park yerləri isə yuxarıdan aşağı hündür cüt nömrələrlə nömrələnmişdir. B məntiqli park yerləri üçün B-11 olarsa, digər park nömrələri arasında neçə fərq var? Deməli, üzü sağ tərəfə olan aşağı düşür, üzü sol tərəfə olan yuxarı çıxır. Və mən nə deyir? Deyir ki, yuxarıdan aşağı düşür, yuxarıdan aşağı tək nömrələrlə aşağıdakı park yerləri də yuxarıdan aşağı cüt nömrələrlə nömrələnmişdir. Aha.